Belə bir maraqlı açılımla gəlmişik bu qoloqrafik tarotlarla. Kim sənə baxdırır, kim səninlə maraqlanır, kim sənə kart açdırır, gəlin bununla əlaqədar baxaq. Bu videonu izləyən insan hazırda hansı enerjidədir? Gəlin birinci buna baxaq, hazırda hansı enerjidəsiz? Bu insan əməlli başlı həyatında hal-hazırda keçid dönəmindəsiz. Hal-hazırda ola bilsin özünüzə qapanmısınız. Bəziləriniz depressiv bir vəziyyətdəsiz. Bəziləriniz təkliyə qapılmısınız. Belə deyim də, həyatında bir dönüş nöqtəsindəsiz bu dəqiqə. Və mən sizə deyim ki, yüksəliş nöqtəniz çox yaxındadır. Yolunuzdakı əngəlləri açmaq üçün mübarizə aparırsınız və inanın ki, bu əngəlləri aşacaqsınız. Ruzeli bərəkətli bir dönəm gəlir həyatınıza. Çox uğurlu bir dönəm gəlir. Birinci bunu deyim. Nə qədər vaxta gəlir, nə qədər vaxta gəlir. Biraz etap-etap olacaq, amma gələcək, 7 vaxt içində gələcək. Gəl baxaq, hazırda kimsə sənə kart açdırırmı, sənin üçün baxdırırmı? Yəni, belə deyim də, kimsə sənə baxdırırmı? Hazırda kimsə sənə baxdırırmı? Baxıcıya gedib, falçıya gedib, kimsə sənə kart açdırır, səninlə maraqlanan varmı? Var. Mən sənə deyim ki, burada əgər siz bir evlilik keçirənlər varsa, burada keçmiş evliliyinizlə əlaqədar, keçmiş evlilikdə olan insanla əlaqədardır və ya keçmiş ilişkiniz olan insanlar. Tutaq ki, burada bəziniz nişan qaytarmısınız və ya münasibətlə əlaqədar ayrılmısınız. Bu insan ayrıldığınız insanla əlaqədar biridir. Sizə baxdıran, sizə kart açdıran, pastayan daimi olaraq. Gəl baxaq, kimdir? Bu insanın sizinlə nə cür əlaqəsi var? Sizinlə maraqlanan, sizə kart açdıran insanın sizinlə nə cür əlaqəsi var? Yenə deyirəm, bu sırf keçmişlə əlaqədardır. Keçmişdə bitirdiyin bir insanla əlaqədardır. Kimdir də, yəni bu sırf sənin keçmiş münasibətdə olduğun insandır. Sənə kart açdıran, sənə baxdıran keçmiş münasibətdə olduğun insandırmı? Bəli, bəzilərinizdə keçmiş münasibətdə olduğunuzdur, bəzilərinizdə isə onun həyatındakı indi kimsə varsa, tutaq ki, ayrılmısansa, belə deyim də, bu dəqiqə həmin insan ailə qurubsa, onun həyatındakı insan, tutaq ki, evli, tutaq ki, yoldaşı və yaxud da ki, ayrılmısan, o yeni bir sevgili tapıbsa, yeni sevgilisi, yəni bu tərəfdən baxırlar sənə. Bunun ailəsi hətta belə. Buradan gəlir, yəni keçmiş münasibətdə olduğun insanla əlaqədar. Kimdir? Konkret olaraq kimdir? Konkret olaraq göstər mənə kimdir? Qadındır. Qadındır konkret olaraq. Burada kişi də var, yəni. Mən sizə deyim ki, bunu izləyən qadındırsa, keçmiş münasibətiniz də ola bilər və yaxud da ki, yenə deyirəm, burada kişi də var içində, qadın da var. Bir oturub ailəvi olaraq müzakirə edirlər səni, maraqlanırlar və bir qadındır konkret olaraq, bəli, baxdırır. Niyə baxdırır sənə? Nə üçün baxdırır? Baxaq. Nə üçün səndən maraqlanırlar? Nə üçün sənə baxdırırlar? Nə üçün sənə baxdırırlar? Çünki kənardan çox güclü durursan. Ola bilsin özün haqqında ekstra bir məlumatlar vermirsən, bundan əlaqədar və həmçinin sənin həyatında kiminsə olduğunu düşünürlər. Həyatında kimin olub olmadığından, həyatında biri varmı? Yəni belə deyim də, bu necə ayağa qalxıbdır, bu necə ayaqdadır, buna kimsə dəstəyim olur. Əgər bunu izləyən qadındırsa, belə deyim də, deyirlər ki, bunu deyəsən saxlayanı var kimdirsə. Belə bir şey fikirləşirlər həyatım. Yəni bunu düşünürlər ki, maraqlanırlar kimdir bunun arxasında duran, buna güc verən, buna belə dəstək olan kimdir. Bununla əlaqədar maraqlanırlar. Gəl baxın. Məqsədləri nədir? Sənin haqqında maraqlanmaqda məqsədləri nədir də? Yəni, məqsədi nədir? Zaten məqsədsizdir, amma. Çünki sənə çox paxıllıq edir. Çünki sən kənardan, bəlkə də bu dəqiqə tutaq ki, əlini papağını və əlinin başına qoyursan və əlini papağını əlinin bəlkə də, yəni, amma kənardan çox belə zəngin bir aura verirsən insana. Yəni, düşünürlər ki, bu qaz vurub qazan doldurur. Bunun hər şeyi var həyatında, hər şey qazanıbdır. Görəsən, o özü tək başına bacarmazdı. Yəni, sən elə bir çevriliş eləmirsən ki, bunlar bununla əlaqədar maraqlanırlar ki, görəsən buna bu güc, buna bu pul, buna bu enerji hardan gəlir? Bununla əlaqədar maraqlanırlar. Gəl baxaq.
Bəs ona nə deyirlər? Tutaq ki, baxdırırlar. Sənin haqqında, baxdırdığı insan, sənin haqqında nə deyirlər onlara? Nə deyirlər onlara? Mən sənə deyim ki, sənin haqqında çox böyük bir məlumat ala bilmirlər və havadan sudan danışırlar. Belə deyim də, yəni bir-iki dənə şey biliblər, real olan bir şey demirlər. Sən ola bilsin zaşitamın var, ola bilsin, yəni görə bilmirlər və yaxud da ki, professional birinə qarşılaşmayıblar və ona görə də həyatında nə baş verir tam olaraq görə bilmirlər. Yaxşı, nəyi deyirlər? Sənin haqqında hansı məlumat verirlər onlara? Baxdırdığı insanlar sənin haqqında hansı məlumat verirlər onlara? Boş bir məlumat verirlər. Yəni, bəziləri deyir ki, hə, gizlindir, həyatında kimsə olduğunu bəziləri deyir. Amma bu məlumat real olan məlumat deyil, reala uyğun bir məlumat deyil. Mən sənə deyim ki, sənin haqqında real bir məlumat heç kim tapıb deyə bilmir. Sən özünə nə cür zaşıda qoymusansa, sənin haqqında çox şey bilmirlər, öyrənə bilmirlər. Gəl bu. Tamam, real olan nə isə deyirlər ona, ümumiyyətlə sənin həyatında əlaqədar real olan hansısa bir məlumat verirlərmi? Hansısa bir məlumatdan xəbərləri varmı? Sənin işinlə əlaqədar, sənin vəzifənlə əlaqədar məlumatlar var sadəcə, başqa heç bir şey. Elə bir məlumat və həmçinin sənin, belə deyim də, ola bilsin ortaq tanışlarınız varmı, ortaq qohumlarınız varmı? Yəni, hər kəsə açıq bir məlumatın varsa, ancaq onu bilirlər. Başqa heç nə bilmirlər. Gəlin bunu deyim. Neysə, aldım, qəbul edim, yaz ətrafı baxım, üçüncüsə profilimdəki nömrə ilə əlaqə saxla.